Yaşlı insanlar üçün implant mümkündürmü? Əgər valideynləriniz dişsiz qalıbsa və siz artıq implantın onlara gec olduğunu düşünürsünüzsə, yanlış düşüncədəsiniz. Çünki implant yapımı üçün yaş sınırı yoxdur. 18 yaşdan yuxarı olan hər kəsə implant yapmaq mümkündür. Əsas olan onların ümumi sağlamlıq vəziyyətidir. Əgər şəkər və təzyiq nəzarət altındadırsa və çənə sümüyü normaldırsa, 60, 70, hətta 80 yaşda belə implant yapmaq mümkündür. Unutmayalım, şəkər hastalığı implanta əngəl deyil. Yaşla diş itkisi normaldır. Amma bu onların ömür boyu çıxan protezlə yaşaması demək deyil. İmplant onlara daha rahat qidalanma, daha aydın danışıq və daha çox özünə inam verir. Əziz övladlar, valideynlərinizə, nənə-babalarınıza bu rahatlığı siz qazandıra bilərsiniz. Qərarı yaşa görə yox, sağlamlığa görə verin. Əgər düşünürsünüzsə ki, implant onlar üçün mümkündür, gəlin birgə qərar verək. Mən sizin stomatoloqunuz Doktor Məsud Murad.